Goranboyun dağətəyi ərazilər üçün spesifik olan və kənd təsərrüfatının ən gəlirli sahələrindən biri olan tütünçülük bu il rayonda öz inkişaf dövrünü yaşayır. Belə ki, rayonun tarixində ilk dəfə olaraq məhz bu ərazilərdə 187 hektar sahədə tütün bitkisi becərilərək hazırda məhsul yığımına start verilmişdir. Bu il tütün əkinində Virginia sortundan geniş istifadə olunub. İndiyədək müasir suvarma sistemləri ilə təchiz edilmiş sahələrdən 600 tona yaxın yaş məhsul yığılaraq emal müəssisəsinə təhvil verilib. Qabaqlar Goranboy rayonunda tütünçülük olubdur. Amma keçən ilki göstərici bütün Goranboy rayonu üçün cəmi 7 tondur. Bu artıq yaddan çıxmış, unudulmuş bir peşə idi. Biz bunu qaytarıb, yəni yeniləyib, bu sahənin inkişafı üçün təkan vermişik. Bir neçə sahədə yığıma başlamışıq. Artıq alt yarpaqları tədarük etmişik. Tütünün qiyməti sifarişçi və istehsalçı tərəfindən bağlanan müqaviləyə əsasən tənzimlənir. Burada məhsulun sortu, yaş və ya quru olması nəzərə alınır. Tütünçülüyün inkişafını stimullaşdırmaq məqsədi ilə bu sahə ilə məşğul olanlara subsidiya da verilir. Aqrar Subsidiya Şurasının qərarına əsasən hər il olduğu kimi bu il tütünçülük sahəsinə subsidiya və digər təşviqlər tətbiq edilir. Xüsusilə Virginia sortu üzrə müasir suvarma sistemləri ilə təchiz olunmuş və fermerlər tədarük məntəqəsinə təhvil verdikləri yaş tütünün hər tonuna görə 36 manat, müasir suvarma sistemləri ilə təchiz olunmayan ərazilər üçün isə 34 manat dövlət dəstəyindən yararlanacaqlar. Qeyd edək ki, tütün əkini Goranboyun əsasən dağətəyi kəndlərində həyata keçirilir. Xaliq Qurbanlı, Fuad Quliyev, Rəşidə Zülfüqarova, ATV Xəbər.